Müsbət və mənfi ədədlərdə qalığın tapılmasına aid bəzi nümunələrə baxaq. 5-i 4-ə böləndə qalıq 1 alınır. Bəs bunun səbəbi nədir? Ümumiyyətlə, qalığın tapılma qaydası nədir, ona baxaq. Biz qalığı taparkən ilk öncə onun tam hissəsini tapırıq. Məsələn, 5-i 4-ə böləndə tam hissə bizdə cavab alınır 1,25 və biz burada nəyi götürürük? 1-i götürürük. Qalığı da tapanda biz yazırıq 5 çıxılsın 1 dənə 4. Bu da bizə nə verir? 1 verir. Ona görə burada nəticə 1 alınır. Bəs mənfi 5-i 4-ə böləndə qalıq niyə 3 alınır? Gəlin buna baxaq. Bunun üçün biz mənfi 5-i 4-ə bölüb tam hissəni yazmalıyıq. Burada nəticə nə alınır? Mənfi 1,25. Mənfi ədədlərdə biz mənfi 1-i yox, mənfi 2-ni götürürük tam hissə. İndi nə edəcəyik? Yazarıq mənfi 5 çıxılsın mənfi 2 vur 4. Buradan mənfi 5 üstəgəl 8 bərabərdir 3. Bu səbəbdən burada qalıq 3 alınır. Növbəti nümunədə 5 qalıq mənfi 4. Bunu tapmaq üçün biz 5-i mənfi 4-ə bölüb tam hissəsini yazmalıyıq. Biz biraz əvvəl baxdıq ki, tam hissə bizdə nə olacaq? Mənfi 2 olacaq. Ona görə də qalığı tapan zaman burada da yazarıq 5 çıxılsın mənfi 2 tam hissə vurulsun nə? Mənfi 4-ə. Buradan isə 5 çıx 8 yəni mənfi 3 alınar. Növbəti nümunədə biz bilirik ki, mənfini mənfiyə böləndə müsbət edir. Yəni 5-i 4-ə bölsək, mənfi 5-i mənfi 4-ə bölsək, tam hissə bizdə 1 olacaq. İndi biz yazarıq mənfi 5 çıxılsın 1 vur mənfi 4. Buradan isə mənfi 5 üstə gəl 4 cavab mənfi 1. Burada isə bu səbəbdən mənfi 1 alınır. Ümid edirəm aydın oldu. Hər hansısa bir sualınız olarsa şərh bölməsində yaza bilərsiniz.